Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni aktyor Sərxan Kərəmoğlu ilə Rəqsanə İsmailova arasında qalmaqal daha da alovlanıb. Xəbər verilir ki, Sərxan tarixin bir günü verilişində Aysunun toyu zamanı onlar arasında yaranan qalmaqaldan danışıb. Sənətçi bildirib ki, Rəqsanə ilə hələ də münasibətləri yoxdur. Mən Aysunun ilk ailə qurduğu bəyə güvənmədiyimi demişdim. Çünki onu da atasını da tanıyıram. Aysunun ailə qurmaq, ana olmaq istəyinə inanırdım. Ona görə demişdim ki, o toya inanmıram. Onda Rəqsanə mənimlə düşmən oldu ki, sən mənim sözümə inanmırsan. Deyirsən ki, qızım yalandan ərə gedib. Belə insana mənim sözüm ola bilər ki, bundan da pis günə qalasan. Çünki mənə şər atır. Mən toyuna saxta desəydim, onun toyunda niyə yeyib içəb əylənərdim? İndən sonra o mənə nə də desə, ona qarşı fikrim dəyişməyəcək. Rusiyada toyda olmalıydıq. Toy sahibinin 150 min rubl pulunu aldı. Biləndə ki, toyda mən də varam, onlara şərt qoydu. Dedi, Sərxan varsa gəlmirəm. Ailə də dedi ki, sən gəlməyə bilərsən, amma Sərxan o toyda olacaq. Heç onlardan alan pulu da geri qaytarmadı. İnsanların içində məni biabır elədi. Sonra arxamdan deyir ki, Sərxan yaxşı oğlandır. Mənim nəyimə lazımdır bu?